Başladıq dostlar. Task 6-da birinci mətndən harda sualınız varsa deyin. Bax, 6. Deməli, gəlin 6-1-ə gedək. Deməli, uşaqlar, 6.1-də ümumiyyətlə mətnin mərzi bilirsiniz nədən ibarətdir? Bir yer var, bir belə deyək də, ambar kimi düzəldiblər. Əslində, buradakı volt sözünün mənası da ambar mənasında istifadə olunur. Demək istəyir ki, hə, mətnin məğzini demək istəyir. Burada nə saxlayırlar? Burada da uşaqlar bitki, ağac toxumları saxlayırlar. Nə vaxtsa nəsə bir böyük bir fəlakət baş versə, yəni dünyada ümumiyyətlə hər bir şey məhv olsa, oradan həmin o toxumları götürüb yenidən həyatı başlatmaq üçün. Bir növ bunun adını belə adlandırırlar. Baxın, buna biz belə deyək də, qiyamət ambarı da deyək. İndi biraz tərcümə elədim. Fəlakət ambarı da demək olar ki, yəni nəsə nə vaxtsa bir problem olsa, yəni necəsə bitki növləri, ağac növləri, nəsə onların başına bir iş gəlsə, oradan o toxumlardan götürüb istifadə eləmək məqsədi daşıyır. İndi 1.1-də 6.1-ə baxır, yoxsa 1.1-ə? Hə, tamam. Elə bir 6 yarımda qaldı. 1.1. Uşaqlar, 1.1-də məsələ nədir? Burada, bax, fikir verin. Yazıb ki, orijinal toxumları stoklayırlar. Bir növ stoklamaq nə deməkdir? Yəni, yığırlar, saxlayırlar ambarda. Amma məsələ odur ki, uşaqlar, bunun axı orijinal versiyaları yığılmırdı, duplikatlarını, yəni onların kopyalarını götürürdülər. Baxın, bax, fikir verin. Yazıb ki, dünyanın hər bir küncündən, hər bir bucağından belə deyək də, nümunə toxumlar götürürlər. Yəni, onların orijinal versiyasını yox, bir növ orijinaldan alınmış o ikinci nüsxə versiyalarında, belə deyək, kopyalarını. Dublikat zaten bilirsiniz də, bizim dilimizdə dublikat nəyə deyirik? Məsələn, nömrəni dublikat deyirik, nəyisə duplikatı. Yəni, üzünü çıxartmaq, kopyasını almaq, elə deyil. Dublikat orijinal anlamında getmir. Ona görə bu false-dur. O baxımdan sən bunu false götürməlisən. Bir daha deyirəm, yazıb burada orijinal toxumlar istifadə olunur, onların kopyaları yox. Amma əksinə olmalıdır. Orijinal versiyadan alınan kopyaları saxlayırlar orada. Ümid fikrim aydındır. Xoş. Tamam, gəlirəm indi ora. Dostlar, rəy bölməsində kimsə nəsə yazmayıb, mən deyə bilərsiniz əvvəllər üçün. Ümumiyyətlə, true false-da yoxdur daha. Keçim. 1-4. Özüm sıra-sıra baxıram ki, bir də geri qayıtmayaq. True false-a baxırıq. Kimin nə səhv var soruşsun. Dostlar, çəkinməyin. Yəni, bura çəkinmə yeri deyil. Əsas məsələ burada öyrənib imtahanda düzəltməkdir. 1-4. Bura baxsaq uşaqlar, yazıb ki, burada facility nə deməkdir? Facility əslində avadanlıq kimi biz götürə bilərik. Elə deyil. Onu bu mənada vermək olar. Facing sözünün mənası burada nə gedir? Kim deyər? Facing. Əslində dostlar, bəli, face-in bir üz mənası var ingilis dilində. Bir də üzləşmə mənasında. Burada yəni daxili böhranlarla üzləşən ölkələr üçün, ölkələrə kömək eləmək üçün bu avadanlıqdan artıq istifadə olunub. O mənə belə bir şey deyil. İndi görək bu düzdürmü? Mətnə bir dənə baxaq. Deməli,
Səhv eləmirəmsə, üçüncü abzas da olmalıdır belə bir cümlə. Üçüncü abzas. Çünki bunu mən əyarında baxmışam uşaqlarıma. Üçüncü abzasdaydı. Buyurun baxın. Üçüncü abzasda hardan tapmışdıq biz onu? Hə, baxın buradadır. Baxın. Görə bildiniz? Kimin səhvsə diqqətlə baxsın. Uşaqlar, bura yazıb ki, o artıq vacib bir rol oynayır. Nədə vacib rol oynayır? Müharibədə, müharibə zamanı belə deyək də öz bitki aləmini itirən, nə bilim öz bioloji şeylərini itirən ölkələrə kömək eləyir. Həmin o toxumlardan istifadə eləyərək yenidən kənd təsərrüfatı irslərini bərpa eləyirlər, düzəldirlər. Artıq vacib rol oynayır. Bax, mənə yazıb. It has already played a crucial role. İndi bunu gətirib bir dövrdə bir balaca dəyişirlər ki, daxili böhranlarla üzləşmiş ölkələrə kömək eləmək üçün artıq istifadə olunub, düzdür. Yəni, böhran burada krizis yəni, nə mənada gedə bilər? Orada verilən, məsələn, müharibədir, ya nəsə başqa bir təbii fəlakət ola bilər və s. Ona görə turu götürmək olar. Fikrim aydındır, bir də deyim. Hı -hı. Sonra, dostlar, neçəyə baxaq? 3. Hı -hı. Baxın, niyə görə bu anbarı yaradıblar? Bax, fikir verin. Establish nə deməkdir? Əsasını qoymaq, elə deyil. Yaratmaq, əsasını qoymaq. Məsələn, bu sinonim ola bilər found sözüyün. F, o, unu da belə yazılır, found. Əsasını qoymaq. İndi məndən soruşur, niyə görə yaradıblar? Əslində, bayaqları mən onun məqsədini bir növ nedim? Məqsəd nə idi? Belə deyək də, müxtəlif bitki və ağac şeylərini, toxumlarını saxlamaq ki, müəyyən təbii fəlakət, yəni nə bilim müharibə ya hər hansı bir nəsə baş verəndə dünyada müəyyən şeylər, bioloji belə deyək də, örtüklər məhv olsa, həmin şeylərdən istifadə eləyib yenidən bitkiləri canlandırsınlar. İndi buna uyğun bir cavab götürməliyəm uşaqlar. Bax, A variantını götürə bilmərəm. Məsələn, yazıb ki, burada Norveç hökumətinin kənd təsərrüfatı sahələrini əvəzləmək, replace. Və yaxud da gərək baxaq, B-də nə yazıb burada? B-də yazıb ki, B ümumiyyətlə düz gəlmir. Bax, fikir verin, yerli toxum banklarını, yəni ki, o bitki toxumlarından söhbət gedir də, dağıtmaq, destroy, yəni dağıdılmasını təmin eləmək, provide təmin etməkdir. Bu heç düz gəlməz. C-də yazıb ki, dostlar, deməli, sel nə deməkdir ümumiyyətlə? Mənası kimi deyər? Satmaq, yəni. Burada yazıb ki, yüksək qiymətə, deməli, yüksək qiymətə beynəlxalq icmalara bu toxumları satmaq. Bu da heç düz gəlməz, çünki bunun məqsədi satmaq deyildi. Yəni, nəyisə və harası satmaqdan söhbət getmirdi, belə deyək. Sonra D variantına baxaq. Bu da düz gəlmir. Bəs bunun heç bir düz gəlməzdir. Hansı cavab? C, D, Y deyil, B-dir. B-ni mən səhv tərcümə eləmişəm, uşaqlar, düzdür. B-də, çünki B-dən başqa cavabı yoxdur, tərcüməsini səhv getdik. Mən də destroy sözünə baxdım. Yazıb burada fikir versə, desək ki, backup. Buranı bir ayrı götürməlisən. In case-də o deməkdir ki, o halda, o şərtlə. In case-i burada görmədik. Yazıb ki, belə deyil, təhlükəsiz bir şey yaratmaq, mühit formalaşdırmaq, təmin eləmək, hansı halda əgər yerli, belə deyək də, bu toxum bankları və yaxud da yerli bitki toxumları, ağac toxumları məhv edilsə, düzdür. B-ni götürək elə. C-də deyirəm də, bu satmaq da heç bir düz gəlmir. D-də, ya nə yazıb burada görək, məsələn, yazıb ölkələr, məsələn, Almaniya,
söz verib ki, layihəyə $1 milyon pul ödəsin. Bu da əlaqəsizdir. Y-də də yazıb uşaqlar, ümumiyyətlə soyuq və qara şeydə də mühitlərdə bitkiləri necə böyütmək lazımdır, onu öyrənsinlər. Məqsəd burada bitkini böyütməyi öyrənmək deyil. Bayaq da dediyimiz kimi, məqsəd sırf burada olandır. Əgər hər hansı bir yerdə, hər hansı bir bölgədə bitki örtüyü yoxa çıxırsa, həmin o şeylərdən istifadə edib, toxumlardan, oranı yenidən həyat verməkdir. Düzdür, B variantı. Nə yazmışdım? Hə. Amma Y-də yerdirəm uşaqlar. Bir dənə burada xırda məsələ nədir? Yazıb how plants grow, necə böyüyür bitkilər. Axı bunun məqsədi bitkini böyüməyi öyrənmək deyil, yəni bitkinin böyüməsi üzrə tədqiqat aparmır. Yəni sırf bu elə bilin ki, şeydə anbarda ora yığırlar. Həmin o növ bitki növləri, növ deməyək, toxum deyək. Həmin o toxumları yığırlar, saxlayırlar ki, məsələn, tutaq ki, deyə hər hansı bir bölgədə bir fəlakət oldu, bütün bitki növləri məhv olur. Aparıb o toxumları ora qoysunlar və yenidən cücərsin, ora böyüsün, necə deyərlər, yaşıllansın, çiçəklənsin, bu formada. Yəni bunun məqsədi bitki necə böyüyür, bitki necə inkişaf eləyir, bunu öyrənmək deyil. Aydın fikrim. Uşaqlar, 4-ə gələndə, baxın, 4-dəki sözün mənasını kim deyər? Əslində, məsələn, mən uşaqlar yerinizdə olsaydım, mətndən də çıxarda bilərdiniz cavabı, əgər tərcümə edə bilirdinizsə. Viable sözü, belə deyək də, canlı mənasında gedir. Yaşayan, canlı, bu anlamda istifadə olunur. Ona görə B-ni götürək. Çünki A variantında yazıb ki, extremely expensive. Expensive bilirsiniz də, bahalıdır, elə deyil. Həddindən artıq bahalı. Bahalı ilə heç bir əlaqəsi yoxdur. C-dəki söz o deməkdir ki, geni dəyişilmiş, modifikasiya olunmuş. Bu da düz gəlmir. D-də transport nə demək dostlar? Siz deyin transportun mənasını. Uşaqlar, daşımaq. Tamamilə doğrudur, əla. Daşımaq, ötürmək, transport bu mənadadır. Yəni, asanlıqla nə isə daşıya bilmək, ötürmək. Bu da səhvdir, getdi öz işinə. Yeri də yazıb tamamilə donmuş. Completely frozen, bunu da götürə bilmirəm. Ona görə doğru cavabımız qalır, yəni yaşayan, canlı olan anlamında B variantı. Yəni, inkişaf eləməyi bacaran, yaşamağı bacaran da davamlı olan. Ona görə B-ni yazmaq olar. Həm də zaten yenə deyirəm, əgər gördüyünüz sözü bilmirsiniz dostlar, azdan çoxdan tərcümə qabiliyyətiniz varsa, o testi belə es keçməyin də. Gəlin mətnə baxın, fikir verin. Yazıb ki, burada bu anlama gəlir ki, cooling sistem, yəni sərinləşdirici sistemlər fail nə deməkdir? Yəni kəsilsə belə, nə vaxtsa bir maneə ilə rastlaşsa belə, elektrik kəsiləndə temperatur dağın içərisində şey qalacaq. Below freezing o deməkdir ki, yəni donma səviyyəsində qalacaq və bu da toxumları nə saxlayacaq? Toxumları diri, yəni viable, diri saxlayacaq, onları necə deyərlər, hələ də öz şeyində qoyacaq, saxlayacaq da belə desək, canlı formada. Yəni bu mənanı əslində tərcümə ilə mətndən də çıxartmaq olardı ki, B-ni götürün, daha yaxın B gəlir. Sonra 5-in 3-cüsü, hə? Səhv eşitmədim ki. İndi mən sizdən bir söz soruşuram. Ownership nə deməkdir? Qırılırsa dostlar, onda məni bir də gözləyin. Mən yerimi dəyişim. Birlikdə saniyə. 5-də dedik ki, 3 nəyə görə olur? Ownership sözünün mənasını dediniz ki, yəni sahiblik, bəli. Sahibliyində olmaq, bəli, uşaqlar. Yəni burada demək istəyir ki, belə deyək də, toxumlar, bitki toxumları fərz eləyək, gətirib ambara.
Vault nə deməkdir? Ambar. Ambara yerləşdirdikləri zaman bunu kim sahib olur? Yəni bu toxumun sahibi kimdir? Səndən sualı, yəni bunu soruşur. Uşaqlar, bu toxumların, bu bitki toxumlarının sahibi olur. O, məsələn, onu qoyana nə deyirlər? Depozit qoyurlar da, elə deyil. Bir növ, o pulzaq qoyanda deyirlər, depozit. Bunun kimi bir şeydir. Baxın, buradadır. Yəni, bunlar kimin mülkiyyətində qalır? Depositor country, yəni depozitor ölkələrinin. Bu o deməkdir ki, toxumu ora hansı ölkə aparıb? Məsələn, Azərbaycan, tutaq ki, deyirəm, indi özümdən atıram. Çox dəqiq məlumatım yoxdur bununla bağlı. Məsələn, 100 dənə ağac növünün toxumunu aparır, ora yerləşdirir, qoyur. Burada həmin o toxumların sahibi Azərbaycan olur. Yəni depozit qoyan ölkə kimdir? Azərbaycan. Yəni mətndə də dediyi odur ki, bu toxumlar kimin mülkiyyətində qalır? Uşaqlar, property mülkiyyət deməkdir. Remain-də qalmaq. Kimin mülkiyyətində qaldı? Həmin o depositor country-lərin. Cavabı budur. Yəni ki, sən səhvin idi bu. Hə. Bəzən uşaqlar, bax görürsüz, belə ümumi cavablar da bizim şeydə olur. Məsələn, burada iminli bir ölkənin adı lazım deyil. Hə, depozit qoyan ölkənin mülkiyyətində qalır, okey. Onun cavabı odur ki, hansı ölkə qoyursa toxumu, onun mülkiyyətində qalmalıdır. Əlbəttə. Əslində tam məlumatım yoxdur, amma desən elə olmalıdır, hə. Hə, düzdür. Əgər odursa düzdür. Çünki mətndə də o barədə danışır. Uşaqlar, burada yoxdursa, başqa bir beyninizi yoran, sizi necə deyək, çətinə salan sual. İkinci mətnə keçək. Reading two. Məncə ikinci mətn daha belə maraqlı idi. Elə deyil. Və həmişə elə olur. Bir böyük uzun mətnlər, bir də ki, çətin mətnlər daha yaxşı yazırsan. Yəni ümumiyyətlə də hamıya aid olur. Məsələn, başa düşdüyün qısa mətn, balaca mətn adamı daha çox çətinə salır. Nəinki bu. Belə, ikinci mətndə hansına baxaq? Neçənci suala? 6-2, 6-3 eşitdim. Birinci ora baxmaq istəyirəm. 6-2, 6-3. Yaxşı. Elə gəlin hamısına baxın uşaqlar. Baxın, 6.1-də yazıb ki, bu mühəndisdir də, arxitekt nə deməkdir? Mühəndis. Mühəndislər layihənin çox başlanğıcından, yəni ki, belə deyək də, əvvəlindən bəri planlaşdırırdılar ki, qala nə eləyəcək? Əyiləcək, to lean, əyilməlidir. Amma axı bunlar əvvəldən uşaqlar bunu əyilmə məqsədlə tikməyiblər, adi normal şey kimi tikiblər də, bina kimi deyək, qüllə kimi tikiblər ki, normal bir bina olsun, aydındır qala olsun. Sadəcə onun tikildiyi yer, mətin yazıb da bunu. Tikildiyi torpaq yumşaq olub deyə bir tərəfi torpağa batmağa başlayıb. Yəni bu mühəndislər bunu lap əvvəldən, yəni tikinti başlamazdan əvvəl bunu planlaşdırmayıblar ki, hə, gəlin qalanı elə tikək ki, bir tərəfi batsın, əyilsin. Ona görə bu false olmalıdır. Aydın fikrim. Yəni əgər planlaşdırsa, niyə görə bunun düzəltməkdən sarı gör neçə il bunlar əziyyət çəkiblər? Neçə il insanları qoymayıblar, girsinlər, çıxsınlar. Başlayırlar daimi orada düzəlişlər aparmağa. Belə. Səsim qırılmır. Yaxşı eşidirsiniz. Ona görə 6-1-i false götürdüm. İndi 6-2-yə baxaq. The building is located in a famous... Uşaqlar, square söz nə deməkdir? Square. Nasıl meydan deməkdir? Bəli. Bax, yazıb ki, bina məşhur meydanda yerləşir və ora nə eləyir? Çoxlu turistlər toplaşır. Bu mətndə varmı?
Bəli, baxın. Kim səhvli diqqətlə baxsın. Və yazıb ki, ilin əksər günlərində crowd nə deməkdir? Crowd sözü. Tamamilə doğru, izdiham. Yazıb səyahətçilərin izdihamı Square of Miracles-da, yəni ki, görünə bilir. Hamısında məqsədi nə olur? İçəri girib həmin o qalanı görsün, yəni ki, görsün deyəndə uşaqlar all wanting to take a picture daha doğrusu. İçəri girmək yox, hamısı istəyir ki, şəkil çəkdirsinlər. O görmüsünüz də cəmaət onu necə şəkil çəkdirir ki, o elə tutur onu, hold up tutmaqdır, push itələməkdir. Yəni deyir ki, guya özlərini elə göstərirlər ki, qalanı itələyirlər, ya əllərlə tutublar. Hər halda görmüsünüz də şeydə, fotolarını o formada, Instagramda filan. Hə, bax belə. Yəni, uzun sözün qısası, bəli, bu meydanda yerləşir. Elə deyib, uşaqlar, görürsünüz, Square of Miracle-da turistlərin deyir, izdihamı görünür. Yəni, əgər həmin o meydanda turistlər izdiham yaradırsa, deməli, meydanda yerləşir bu. Məşhur bir meydanda yerləşir. Ona görə bunu nə götürə bilərəm? Bunu turu götürmək olar. Gəlirəm 6-3 uşaqlar. Less sözlü mənası nədir? Mənə deyin. Less. Less nə oldu? Az. Daha az deməkdir. Bəli. Complete nədir bəs? Complete. Tamamlamaq. Elə deyib, vurucu feildə. To complete. Entire nədir bəs? Entire. Üzü bütövdür. Bəli. Tam bütöv. Deyir ki, construction-da tikili deməkdir. Qalanın tikintisini, yəni tikinti prosesini, bütün tikinti prosesini tamamlamaq bir əsrdən az vaxt aparıb. Less than a century. Amma bir əsrdən az deyil, deyəsən. Baxın, öz aydın formada yazıb ki, construction prosesi, tikinti prosesini tam finish eləmək, bitirmək düz 200 illərini alıb təxminən. Bu da ki, 200 il neçə əsr? 2 əsr eləyir. Çünki uşaqlar, bir əsr bərabərdir 100 ilə. Bir əsrimiz 100 ildirsə, onda 200 ilimizdə 2 əsr olmalıdır. Belə. O da, yəni böyük ehtimal nədir burada? Deməli, bizim üçün yanlışdır. Ki, bir əsrdən az vaxt aparıb demək düz gəlməz. Less than century. False götürdüm. Bir də uşaqlar, 6-4-ə baxıram. Ekspertlər qalanı təhlükəsiz eləmək üçün 90-cı illərdə uzun bir təmir prosesi həyata keçiriblər də. Bu hardadır? Bunun da cümləsi baxın burada. "1990" yazıb görə bilirsiniz. Ümumiyyətlə, wasn't until sözünü yadda saxlayın. Hansı ilin qabağına wasn't until yazanda o deməkdir ki, həmin hadisə həmin ildən başlayır. Yəni, yazsaydı wasn't until 2000, o deməkdir ki, proses 2000-ci ildən başlayır. Yəni, 2000-ci ilə qədər deyildi. Bu nə deməkdir? Yəni, 2000-ci ilə qədər bu proses olmayıb. 2000-dən başlayır. 90S yazmaq da nə deməkdir? 90-cı illər. 90-cı illərə qədər təhlükəsiz versiyada şey eləyə bilməyiblər. Amma 90-cı illərdən, yəni həmin müddət ərzində müəyyən bir yollar tapıblar ki, o belə deyək də, qalanın aşmasını nə eləsinlər? Aradan qaldıra bilsinlər. Ona görə bunda çox getdimi, turu götürmək olar. Yəni, bunu turu verə bilərsiniz. Sonra dostlar, neçəyə baxaq. Stable sözünün mənasını bilirsiniz. Nə deməkdir stable? Sabit. Bu söz bir neçə dəfədə, bəli, qabağımıza çıxıb. Mənası stabil, sabit, dəyişməz deməkdir. Səsim qırılmır. Bir də soruş. Deməli, 8-də məsələ nədir dostlar? 8-də bax fikir verin. Yazıb 4-cü paraqraf hansı cümlə ilə başlayır? Yəni, bir qalxın 4-cü paraqrafa. Görün bir burada nədən danışır, nə məlumat verir. Bax, fikir verin. Burada yazıb ki, qalanı tikmək üçün iş nə vaxt başlayır? 1173-cü ildə.
Yəni ki, qala üzərində işə 1173-cü ildə başlayıblar. Yəni, okey. Yəni burada artıq uşaqlar bunun tikintisindən danışır. Bax fikir verin, yazıb ki, amma ustalar, builders burada usta deməkdir də mənası. Build tikməkdir, builder da usta. Deyir ustalar 3-cü mərtəbəyə çatanda sink nə deməkdir? Batmaq. Bir tərəfi üzrə torpağa batmağa başlayır. Yəni burada sırf danışılan məsələ bunun tikintisi, torpağa batması, belə-belə şeylərdən danışır. Bunu müəyyənləşdirəndən sonra gəlirəm variantlara. Hansını çıxa bilərəm? A-nı çıxaram niyə görə? Əslində A mənaya görə düzdür. Bax yazıb müasir turistlər qalanı sevirlər, xoşlayırlar. Nə səbəbinə? Onun unikal formasına görə. Bu düz cümlədir. Amma mənim o abzasıma yerləşməz. Axı mən orada turistdən danışmıram, tikinti prosesindən, qalanın torpağa batmasından, yəni belə-belə şeylərdən danışırım. C-ni çıxaram uşaqlar. C-də yazıb ki, çox insan inanır ki, qalanı məşhur krallar tikdirdi. Deməli, tikilib daha doğrusu krallar tərəfindən. Belə bir cümləni də qoysam, yəni orada bir uyğunsuzluq yaranır da. Mən orada bunu kim tikdirib, necə tikdirib, bu məsələlərdən danışmıram. Sonra D-də nə yazıb uşaqlar? D-də bilet almaqdan danışır. Bax fikir verin. Tiket bilərsinizdə biletdir, elə deyil. Buy a ticket də bilet almaq. Yazıb bilet almaq çox bahadır qalaya dırmanmaq üçün, çıxmaq üçün. Bəlkə də real bir cümlədir, amma yenə də ora uyğunlaşmır. Axı mən tikilidən danışıram, bilet almağın nə əlaqəsi? Yerdə də yazıb ki, ağ mərmər yeganə material idi, həmin o şəhərdə istifadə edilən. Bu da düz gəlmir. Qalır ona görə doğru cavabımız B variantı. Qalanın tikinti tarixi çox uzun bir proses idi. Sonra davamında başlayır. 1173-cü ildə başlar tikilməyə, nə bilim, bir tərəfi üzrə başlayır batmağa, sonra başlayırlar bunu təmir eləməyə falan filan uzanır. Nə qədər il bu uzanır tikintisi. Ona görə B-ni yazmaq olar. Aydındır fikrim. Sonra, uşaqlar, bir də yazıb ki, burada straight düz deməkdir. Yəni, niyə görə qala düz dayanmaq əvəzinə torpağa batır? Səbəb ona görə idi ki, uşaqlar, bunun tikildiyi torpaq yumşaq torpaq olub. Soft ground yazılıb mənə. Baxın. Mənim. Çox tapmışdım axı bu xarta. Hava deyirəm, düz buradayım. Sonra fikir versiniz, yazıb qala yumşaq torpağa work built on soft ground. Yəni qala yumşaq torpağın üzərində tikilmişdi. Bu da ki, necə deyərlər, ağır mərmərlərin o çəkisinə tab gətirə bilmirdi. Bax, yerə batma səbəbi də bu imiş. Ona görə birin cavabını burdan götürmək olur. Üçə də gələndə uşaqlar, baxın, what is the tower made of? Nə demək istəyir? Yəni qala nədən düzəldilmişdi mətnə əsasən? Bunun materialı nə idi? Bəli, marble, mərmərlər. Bax, fikir verin. Verin. Bax, of əvəzini. İşte of əvəzini dedim. Dur uşaqlar, 9-u deyirəm sürətlə. Yazılı mühəndislər bu əyrini düzəltməyə cəhd elədilər tikinti zamanı. Bunun üçün nə eləyirlər? Bunun üçün yuxarıya qalxaq, burada belə bir cümlə var. Bax bu cümlə. Kimin səhvdirsə baxsın. Mühəndislər çalışdılar ki, uşaqlar bax fikir verin, növbəti mərtəbələri o digər tərəfdən daha hündür tiksinlər ki, o tarazlığı şey eləsin də, saxlasın ki, amma bu da deyir, heç xeyri olmadı. Hər il daha da batırdı onu. Yəni, şey eləmək üçün, necə deyərlər, düz eləmək üçün nə eləyiblər? O batan tərəf hansı ki, bir tərəfdən batırdı,
Onu daha hündür tikməyə başlayıblar. O da ki, bir fayda vermir. İndi buna uyğun bir cümlə tapmalıyam. Bu da uşaqlar hər halda ən uygunu B-dir. Balance the structure görə bilirsiniz. Yəni mərtəbələrin hündürlüklərini dəyişərək strukturu balanslaşdırmaqla. Height zaten hündürlükdür də, elə deyil bu formada. Buna görə B-ni götürmək olar. Müharibəni dayandırmaq C variantı əlaqəsiz gəlir. A-da yazıb İtaliyada ən hündür bina etmək. Məqsəd ən hündür bina eləmək deyil daha. D-də yazıb ki, yumşaq səthdən, yəni yumşaq torpağın üzərindən ağ mərməri ümumiyyətlə götürmək. Yeri də yazıb yuxarı zirvə hissəyə turistlərin dırmanmağının qabağını almaq. Ən gözəli ilə B-ni götürməkdir ki, o hündürlük fərqini dəyişərək düzəltməyə çalışırlar, onu da aldıra bilmirlər. Belə. Dostlar, qrammatikadan deyin, dirəkdən baxaq. Yox, probleminiz bilirsiniz nədir orada? Bunu bir dəfə də mən sizə demişdim. Bəlkə də xatırlayacaqsınız. Baxın, ümumiyyətlə bu inkar versiyalarda, məsələn, doesn't ola bilər, don't ola bilər, yaxud da didn't ola bilər, fərqi yoxdur. Belə versiyalarda yadınızda qalsın. Bunlardan sonra birbaşa fe'l gəlməlidir. Yəni, başqa bir nitq hissəsi gələ bilməz. İsimdir, nə bilim, saydır, əvəzlikdir, götürə bilmərəm. Yəni, birbaşa fe'l gəlməlidir. Doesn't, don't, didn't deyir ki, məndən sonra birbaşa fe'l istifadə eləməlisən. İndi mən də gəlirəm, baxıram burada, task altında. Axı, doesn't-dan sonra burada eni gəlib. Yəni, ən azından eni hamımız tanıyırıq da. Eni inkar cümlədə və sual cümlələrində istifadə olunan əvəzilərdən biridir. Əvəzi olduğuna görə avtomatik sən B-ni atırsan. Çünki doesn't-dan sonra nə olmalıydı? Olmalıydı fe'l. D-ni atırsan 2 dənə inkar var. A-da 2 inkar deyə bilərik. Həm də ki, neyzə cümlənin sonunda gəlməz. Yerdə də problem nədir uşaqlar? No-dan sonra isimin yanında heç nə olmaz. Elə deyil. No və isimin arasına heç nə girməz. No money. Və belə qalmalıydı. Yadda saxlayın. No və isim arasına heç nə girə bilmir. Bir dənə deyim uşaqlar, no-da bir şey var, istisna məqam. O da no more-la, məsələn, no other-dır. Bir budur. Qalan, yəni isimlə no-nun arasında heç nə istifadə edə bilməzsiniz. No more people, məsələn, no other cars. Belə. Bu bir dənə budur istisna. Qalan, yəni ki, nədir, harada no görsəz, belə deyək də, özündən sonra birbaşa isim gəlir. Nə artikel, nə əvəzli heç nə gələ bilməz. Bir dənə istisna bu iki əvəzlidir. Tutarım. Bu ilə. Adi. Inhabit deyildir. Məskunlaşmaq deməkdir. Bəli, bəli. Inhabitant sakindir. Inhabitant sözü. Sonra dostlar deyin. Uşaqlar 13-də. Baxın, dediyimiz elə qeydlərdəndir. Vendən sonra indiki bitmiş zaman gəlməz. Bax, bunu demək olar ki, hər dərs danışırıq. Vendən sonra indiki bitmiş zaman gəlməz. Ven sual olaraq düzdür ya. Yəni həzz atıblar qabağa, mübtədadan əvvələ keçib. İndiki bitmiş zaman sual versiyasıdır, hər şey qaydasında. Amma vendən sonra indiki bitmiş gəlmir. Yəni artıq əlimizdən bir şey gəlmirdi. Keçən dəfə də dedim. Yəni bu qayda olaraq bunlar deyir ki, bizim dilimizdə vendən sonra biz bunu istifadə eləmirik qramar cəhətdən. Ona görə biz də istifadə eləməyəcəyik. A-nı atırıq. B-də problem nədir uşaqlar? Yadda saxlayırsınız. İngilis dilində belə bir qayda var. Əgər ki sən diddən didi yazırsansa, feilin kökündəki idini gərək aşağı atasan.
İdini saxlaya bilməzsən. Bax, didi yazıramsa, feilin kökündəki idi atılmalıdır. Və yaxud da dazı yazıramsa, uşaqlar indiki zamanda, o zaman feilin kökündəki s, düzəldəcəm bunu, es düşməlidir. Baxın, didi yazıramsa, feilin kökündəki idi düşməlidir. Daz yazıramsa, feilin kökündəki s və yaxud da es düşməlidir. Baxıram ki, burada idini görürsünüz, saxlayıblar. Səhvdir, olmaz. Sonra uşaqlar, digər bir versiya, səhv versiya nədir? C variantı. Bu qeydləri yadda saxlayın. Bunu bir dəfə öyrənmək, elə bilin ki, sual cümlələrinin ilə bir neçə testini, bir neçə yox, elə yarıdan çoxunu eləməkdir. Təsdiq versiyada, bax, fikir verin, nə yazıb C variantında? Does take. Təsdiqdə heç vaxt dostlar, köməkçi feildən sonra əsas feil gəlmir. Məsələn, mən random formada yazacağam bura. Baxın. Do play. Feili random atıram, yəni ürəyin istədiyi feili yaza bilərik. Does go. Məsələn. Did want. Belə şeylər yoxdur. Yəni, təsdiqdə do-dan, does-dan, did-dən sonra birbaşa feil gətirə bilməzsən. Sual cümləsinin qaydası nədir? Sual cümləsi, yəni ümumi belə götürəndə istisnaları çıxsan, suala çevirmə nə deməkdir uşaqlar? İngilislər necə suala çevirirlər? Deyirlər ki, birinci köməkçi feil gəlsin, elə deyil. Sonra mübtəda, bəli, ayıraq bunları. Sonra mübtəda gəlsin. Sonra da xəbər gəlsin. Məsələn, do you go. Sadə bir şey yazdım. Köməkçi feil, mübtəda, xəbər. Yəni, bu ümumi sual cümləsinin strukturudur. Görsən, do-dan sonra mübtəda gəlməlidir, sonra feil gəlməlidir. Əgər sən bu you-nu buradan itirsən, bu artıq yanlış olar, düz olmaz. Ona görə C-ni də atdım. Y-də də uşaqlar, baxın, mübtəda var, əsas feil var və çatışmır. Nəyi çatışmır burada? Yəni, mübtədan var, xəbərin var, köməkçi feilin çatışmır da. O da olmalıdır do, indiki zamana görə do you prefer reading formasında qalır D variantı. İndi deyərsən ki, müəllim, bəs when-dən sonra indiki bitmiş gəlmir, nə oldu? Uşaqlar, bu when deyil, axı qabağında since də var, since when. Since ücü burada bir zireh kimidir, deyir, narahat olma. Belə olanda səndən sonra indiki bitmiş də gələr, gələcək zamanda gələr, nə bilim, keçmiş sadə zamanda gələr, fərqi yoxdur. Since when, yəni when kimi deyil. Aydındırsa, sonra növbətini deyin. 14. Uşaqlar, 14-də gördüyünüz kimi söhbət insanla gedir. Elə deyil. Biz dedik, votdan əvvəl ümumiyyətlə isim olmaz. Votdan sonra olur, amma bundan əvvəl olmaz. İlk dərsdə yazmışdıq müəyyən qeyddə. Votdan əvvəl isim olmur. Sildim, getdi. Və ya yer məzmunu bildirdiyinə görə əvvəlində yer olmalıdır. Məkan anlayışı olmalıdır. Bu insanda axı, yəni mən kişi deməkdir və insandır. Yəni yer bildirmir. Bu yəni də. Huzun qaydasını nə yazmışdı uşaqlar? Huzdan sonra nə gəlməli idi mütləq? Amma burada görürəm ki, nə gəlib? Əvəzlik. Bu da mənim işimə yaramaz. Halın mənası da ümumiyyətlə necə deməkdir? Hal da bu şeyə uyğun gəlməz. Bir dənə burada mənim götürə biləcəyim bu qalır ki, əvvəli insan olsun, insan olanda yaza biləcəyim bu var. Bəzi tələbələr mübtədaya görə götürmür bunu. Çünki biz necə öyrənmişdik? Budan sonra xəbər gəlir. Amma uşaqlar, burada zaten biz verib, bu biz. Bu huluqdan çıxır. Bir növ huma bənzəyir. Belə, amma yəni əgər belə deyək də, beyniniz qarışırsa, sadəcə yadda saxlayırsan. Əgər burada insan varsa, sonra mübtəda gəlibsə, humu vermirsə, yəni böyük ehtimal humunu götür. Başqası çünki bura heç bir uyğun gəlməz. Bir D-ni götürməlisən. Hər iki tərəf isim olmalıdır, isim. Yaxşı. Bir də uşaqlar, huzu yazmaq üçün biz belə demişdik də, huz üçün necə eləyin? Gətirin, o boşluğa apostrof S qoyun. Mən özüm həmişə eləmişəm də, lap əvvəldən. Ən rahat qayda budur huzu tapmağın. Apostrof S bərabərdir huza. O boşluğa qoyanda apostrof S-i, əgər məna düzgün çıxırsa, apostrof S nədir? Yiyəlik haldır. Məsələn, yazır,
Jane nöqtə 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 dog. Uşaqlar, deyə bilirsiniz, Jane's dog. Demək olur, Jane iti. Deməli, sən bura düşünmədən gətirib whose yaza bilərsən. Məsələn, gəl baxaq şeyə, testə. Mən apostrof ezdə yaza bilərəm. Nə məna verir bu? Kişinin onları və yaxud da insanın onları. Görürsünüz, məna vermədi. Ona görə who's-u birbaşa apostrof ezdən yadda saxlayın. Hansı boşluqda ki, yiyəli hal yarada bilirsə, yəni ora qorxmadan, çəkinmədən who's-u yazın getsin. Aydındır fikrim? Sonra növbətini deyin. 5. Uşaqlar, 15-də baxın, before var, bağlayıcıdır. Before-da biz nə dedik? Ümumiyyətlə, bağlayıcılar üçün. Dedik, bağlayıcıdan birbaşa dərhal sonra nə gəlməz? Will, shall gəlməz, would gəlməz və bitmiş zaman gəlməz. Bağlayıcıdan dərhal sonra will, shall gəlməz, would gəlməz, bitmiş zaman gəlməz. Bax, A, B variantında bitmiş zaman var. Y-də bağlayıcıdan sonra yenə bitmiş zaman var, keçmişdir. C-də would var. Elə deyil. B-ni, C-ni, Y-ni atdın. Hansı variantlar qalır? A-la D. Uşaqlar, D-də də uzlaşma yoxdur da. Moved hansı zamandır? Keçmiş. Have lived də indikidir. İndiki bitmişdir. Uzlaşmır deyə götürürəm variant A-nı. Aydın fikri. Problem. Sonra yoxsa səsim qırılmır mənim. Problem yoxdur səsimdə. Uşaqlar, behalf sözü onunla istifadə olunur. On behalf. Kiminsə adına. Bu deməkdir ki, ana oğlunun törətdiyi qəzaya görə üzr istədi. Yəni oğlunun adından üzr istədi. Ona görə behalf-ı gördün, qabağına on qoy getsin. İndi gəlirəm apologize sözünə. Apologize uşaqlar iki cür istifadə olunur sözləniylə. Necədir? Bir, belə vermək olar. Apologize to. Bir də for. Uşaqlar, to yazanda özündən sonra insan gəlməlidir. Məsələn, Kate-dən üzr istəmək. Amma for yazanda özündən sonra cansız əşya gəlir. Ya nəsə bir hərəkət, isim gəlir. Məsələn, oradakı kimi damage. Zərər üçün üzr istəmək. Və yadınızda qalsın. To olanda özündən sonra insan gəlir. For olanda özündən sonra nə gəldi? İsim. Yəni belə deyək də, əşya, cansız isim, nəsə belə bir şey. Ona görə doğru cavabımız olur. Deməli, bura on qoyursan, burada for qoyursan. Apologize for the damage. Yəni, oğlunun səbəb olduğu ziyan üçün oğlunun adından üzr istəyir. 19 dediniz. Baxın, 19-da yazıb ki, I want to know, mən bilmək istəyirdim. Tərcümə çıxartsın bir tərəfə. Bax, bu testlərdən də çox görmüsünüz. Cümlə tamamlamadı. Nəqli cümlədir. Nəqli cümlədə birinci mən nə edirəm? Söz sırası pozulmamalıdır. A variantında hərf keçib qabağa. Bax, fikir verin. Atıblar mübtədadan önə. Bu nə yaradır? Sual yaradır. Bu nəqli cümləyə nəyə görə mən sual yazım? Ya gəlirəm D-yə baxıram, hərf keçib qabağa. Y-də did keçib mübtədadan önə. Bunlar hamısı sual versiyalardır. Həm də əlavə olaraq uşaqlar, wanted keçmiş zamandır, sən onu have-lə verə bilməzsən. Sonra want to know-dan sonra that bağlayıcısı da, yəni müxtəlif səhvlər var burada. Yəni istənilən tərəfdən çıxış eləmək olar. Məsələn, biz demişdik want to know-dan sonra nə gəlməz? That bağlayıcısı gəlmir. Feil olaraq want to know, that bağlayıcısını xoşlamır. Bəs C-nin problemini kim deyər mən? Bəli, when-dən sonra da indiki bitmiş zaman, bəli, olmaz. Bunu da çıxdım, getdi, qalır doğru cavab B variantı. Çox tələbə burada if-i tərcümə eləyəndə
Fikirləşir ki, əgər mənasında düz gəlmir bura. Uşaqlar, yadda saxlayın. If burada əgər mənasında getmir ki. If əgər feildən sonra verilirsə, ifin mənası m üstü 4-dür. M, mi, mu, mü kimi gedir. Mi, mu, mü. M, mi, mu, mü. Adı bu İngilis şeyindədir yəni. Mü. M'ında bu yana olsun. Mi, mu, mü, mu. Belədir. Yəni, şəkilçiləşir də, belə deyək. Əgər mənanı vermir. Bu deyir ki, mən bilmək istəyirdim, qutular həddən artıq ağırdırmı? Da əgər mənasında vermirsən. Çünki əgər kimi götürəndə tərcümə də heç düz gəlir, adam yox. Neçəyəm? 20. Hə, onu deyəcəkdim. Hansı? Hansı variantlar? C olmaz. Bax, bu həftunu bir mənalı yadda saxlayın. Bunu mən arına necə verim köməkçi feilini? Bəli. Sadəcə keçmişdə olsa did verərdim. Həftə indiki zamandadır. Ya do-la ya does-la verərsiniz. O da ki, A-da qalır. Məsələn, indi gəlin ümumi baxaq da. Cümlə inkardadır. İnkara sonla cavab verə bilmərəm. B-ni, D-ni atdım. Bir də yenə deyirəm, have to indiki zamanda didlə vermək olmaz. Ardakı, yəni modalın bu have to modalının köməkçisi ola bilmir axı. Have to-da do, does istifadə edirik. Yaxşı? Belə. Ona görə qalır A variantı. Xoş. Deməli, roughly təxminən deməkdir. Bir təxminən yarıdan çox infeksiya xəstəlikləri çirklənmiş su ilə əlaqəlidir. Bu truedur, niyə görə truedur? Uşaqlar, half da yarı burada. Mən yuxarıya qalxanda burada 80% olmalıdır su olan hissədə. Water pollution 80%. Bax, fikir verin. Approximately görə bilirsiniz. Bir təxminən 80% infeksiya xəstəlikləri çirklənmiş sudan törənir. Contaminated sözü çirklənməkdir, çirklənmiş deməkdir. Pollute, pollution, bunun sinonimidir. Deməli, 80%-i əgər sudan törənirsə, deməli düzdür də, yarıdan çoxu, elə deyil. Yarı nədir? 50. 80 50-dən çoxdur deyə true götürmək olar. 2. Bax, yazıb burada, yazıb burada. Belə deyək də, kömürlə işləyən fabriklər ucuz məhsul istehsal eləyir. Yəni, belə deyək, ucuz məhsul istehsal edən kömürlə işləyən fabriklər Çini çirkləndirir. Bu da doğrudur, uşaqlar. Yəni, Çində, belə deyək, unexpensive məhsullar istehsal olunur. Hansı ki, onlar da o şimali, deməli, Amerikadır, Avropa ölkələridir və bunların millətləri istifadə edirlər. Amma yenə də bu fabriklər hardadır? Çindədir, elə deyil. Çini çirkləndirir də. İstehsal olunur Çində, gedir Şimali Amerikaya. Bax, bu cümlələrdir. Görə bilirsiniz. Yazıb ki, çirklənmə nəyin nəticəsindədir? Daş kömürlə işləyən fabriklərə görədir. Və bunlar da hansı ki, ucuz məhsullar istehsal eləyirlər. Unexpensive nə deməkdir? Ucuz. Ucuz məhsul istehsal eləyir. Kimlər üçün? Şimali Amerika və Avropa millətləri üçün. Amma yenə də fabrik hardadır? Çin ərazisindədir. Yəni, çirkləndirilən yer haradır? Çindir. Ona görə turu götürmək olar. 6-3, uşaqlar, 6-3-də problem burada afta sözüdür. Yəni, infeksiya, belə deyək də, bu xəstəlik baş verəndən sonra warn eləmirlər. Warn nə deməkdir? Xəbərdarlıq etmək. Ondan əvvəl xəbərdarlıq olunur. Deməli, xəbərdarlıq hissəsi bax bu hissədədir. Bax, fikir verin. Bura görürsünüz, before yazılıb. Yəni, əsas o xəstəlik, pandemiya ki düşür, ondan əvvəl məlumat verirlər, xəbərdarlıq ilə before. Bax, fikir verin bu söz before. Amma true false-da yazıb mənə after, yəni sonra. Ona görə bu false olmalıdır, dostlar. İndi alt 4-də gələndə 6-4. Burada məsələ nədir? Deyir ki, əksər belə deyək də sudan, havadan və torpağın çirklənməsindən olan ölümlər
Əksərən hansı ölkələrdə baş verir? Əksərən baş verir inkişaf etməkdə olan ölkələrdə. Developing sözü inkişaf etməkdə olan uşaqlar. Ümumiyyətlə, ayıncı nəyi göstərir? Davam ediciliyi, elə deyil. Davam edici zamanları göstərir. Yəni, bu da onu göstərir ki, hələ inkişafdadır. Developing countries, inkişafda olan ölkələr. Bu da düzdür uşaqlar. Yəni, ən çox ölüm harda baş verir? Bu çirklənmələrdən. Əksərən inkişafda olan ölkələrdə. Nəysə, mətndə o da var. Bax, fikir verin, cümlə budur. Deyir ki, bu ölümlərin, des ölüm deməkdir də, bu ölümlərin majoru, yəni əksəriyyəti hardadır? İnkişafda olan ölkələr. Demək, ona görə bunda true götürmək olar. Sonra getdik. 7 tipli testlər. 7-də nə istəyir sizdən? Birincisi, bax, bu dırnaq içində verilən cümlə var ya. Deyir, get variantdan, bax, lor dildə deyirəm. Get variantdan eyni mənanı verən cümləni götür. 7-də onu istəyirsən. Ola bilər ha, söz dəyişsin, cümlənin quruluşu dəyişsin və s. Amma məna eyni qalmalı. Çünki deyir, bu cümlədən imply nə deməkdir? Nəsə bir nəticəyə gəlmək, fikir çıxartmaq. Hansı fikri çıxara bilər? Yəni, eyni məzmunu saxlamağını istəyir də. Bu da deyir ki, yəni, bu təbiət hesabına var-dövlət qazanan millətlər, developed nation nə deməkdir? İnkişaf etmiş millətlər. Uşaqlar, developed sözü inkişaf etmişdir. Developing, inkişaf etməkdə olan. İnkişaf etmiş millətlər accountable, məsuliyyətli deməkdir. Məsuliyyətli. Yer kürəsinin resurslarını gələcək nəsillər üçün qorumaqda məsuliyyət daşıyırlar. Məsuliyyətli olmalıdırlar. Gəlirəm A variantına baxıram, uşaqlar. A-da problem nədir? Waste yazıb. Axı, mən demirəm korlamaq. Waste sözü korlamaqdır. Mən demədim orada yer kürəsinin resurslarını korlasınlar. Biz dedik ki, belə deyək də, qorumaqda məsuliyyətli olmalıdırlar. A ona görə səhvdir. C-də problem nədir? Bax, bura obtain sözü kitabda da var. Əldə eləmək. Get'in sinonimidir, elə deyil. Deyir, hökumətdən pul əldə edirlər. Bax, bu cümlədə harda yazılıb hökumətdən pul əldə eləmək? O cür məna dəyişir axı. O cür əlavə sən ora informasiya vermiş olursan. C-ni də çıxdın. D-də yazıb never responsible. Heç vaxt məsuliyyətli olmayacaqlar. Axı, mən demədim heç vaxt məsuliyyət daşımasınlar. Mən dedim ki, məsuliyyətli olmalıdırlar, olacaqlar bununla bağlı. Y-də də yenə həmin məsələ. Baxın, irresponsible. Mənanı dəyişiblər. Çünki doğru cavabın qalır nə? B variantı. Həqiqətən də və B-yə baxsaq, eyni mənanı ifadə edir. Yəni, o resursların qorunmağında məsuliyyətli olacaqlar. Növbəti. 9-a baxaq, 10-a keçək. 9-da 9-da böyük ehtimal, mən fikirləşirəm, burada A variantı olar deyə düşünürəm. İndi niyə o biriləri səhvdir, gəl onlara da baxaq. Məsələn, B-ni götürək uşaqlar. B-də yazıb, bəzi zəngin ölkələrin pulu yoxdur. Heç o davamını oxumuram, ha, o, nə bilim, su təmizləmə avadanlıqları almağa. Məsələ odur ki, zəngin ölkənin pulu necə olmasın? Bu təzaddır da, elə deyil. Düzdür, mətndə belə bir informasiya yoxdur, mətnə görə də səhvdir. Amma heç mətni qoyuram kənara. Yəni, var dövlətli bir ölkənin, inkişaf eləmiş ölkənin necə pulu olmaya bilər, have no money deyə bilərəm. Yəni, B ona görə konkret olaraq səhvdir. Yəni, B-ni çıxıram, gedir. Sonra C-də Toronto üçün uşaqlar indoor air pollution yazmıydı. Hansını yazmışdı? Torontoya hansını aid eləyirdi? Outdoor, bəli. Yəni, bu da aydın formada mətndə var, C-ni də atdım. D-də problem nədir uşaqlar? D-də rural sözü kənd deməkdir. Axı, mətndə demir kəndə köçəndə, bəli, urban, yəni şəhərə köçəndə problemlər başlayır, sıxlıq artır, çirklənmə çoxalır, onunla da ölümlərə səbəb olur. Yəni, mətndə urban yazıb, yəni şəhərə köçmək. Gətirib şərtdə rural yazıb. Rural sözü ucqar deməkdir, kənd deməkdir, kənd əraziləri. Belə. Və gəlirəm Y-yə. Y-də də yazıb ki, əgər ventilyasiya yoxdursa, bir məsləhət görülür ki, qapalı sobalarda yemək bişirəsən, cooking istifadə eləyəsən. Bu da səhvdir. Uşaqlar, ventilyasiya, yəni havalandırma yoxdursa, mətn nə deyir? Bu,
xərçəngi gətirib çıxardırdı, ağciyər xərçənginə. Ona görə də məsləhət olunmur əslində. Advisable deyil. Yəni məsləhətli deyil qapalı yerlərdə ventilyasiya yoxdursa bişirmək. Onu da atırsan, doğru cavabımız nə qalır? A variantı. Burada bir söz var və bunun mənası çirkli deməkdir. İndi yes-lə veriblər, o şeydədir, üstünlük dərəcəsində ən çirkli anlamında istifadə olunur. Belə. Yəni deyir ki, Çin, belə desək də, daş kömürdən asılıdır, depend on. Hansı ki, hesab eləyirlər ki, bu da ən çirkli enerji mənbəyidir. Sonra, yəni A variantı doğru cavabımız. Uşaqlar, 3 səhvdir, 2 səhvdir, 5 səhvdir deyilməyə görə. Hansı infeksiya xəstəlikləri var? İkini verməyib. Yəni, elə infeksiyanın adını çəkməklə xəstəlik demək eyni deyil axı. O qədər infeksiya xəstəliyin növü var, elə deyil. İndi ağlıma gəlmir, amma vardı onların növləri. 2-də məndən adını istəyir. 3-də deyir, varlı ölkələr, bax, deyir, xəstəlik baş verməzdən əvvəl, fəlakət olmazdan əvvəl öz millətlərini necə xəbərdarlıq eləyirdilər? Deyir, orada xəbərdarlıq eləyir. Necə xəbərdarlıq eləyir deyir mənə. Bax, sualı oxuyanda diqqətlə oxuyun. Bunun qabağında how var. Səndən soruşmalı odur ki, necə xəbərdarlıq eləyir. Sənə demir, xəbərdarlıq edir yoxsa yox. Onu desəydi ki, hə, deyərdim, bəli, xəbərdarlıq eləyir. Səndən soruşduğu bunu necə eləməsidir. Bax, yazıb. İctimaiyyət xəbərdar olunur xəstəlik baş verməzdən əvvəl. Amma necə xəbərdar olur? İndi özümdən deyirəm bunu. Məsələn, nə bilim, xəbərlərdəmi deyirlər, şeylərmi, qəzetdəmi elan verirlər, ya nə bilim, Instagramda mı yazırlar, nəsə də indi onun bir yolu, yöntəmi olmalıdır. Necə deməyin şeyi olmalıdır ki, məsələn, filan formada xəbərdarlıq edirlər. Bu necəlini mənə vermədi. Ona görə 3-ü də çıxıram. 5-də də uşaqlar, orada 2 dənə faiz var, bəli, 5-ə gələndə. Biri 40%, biri 80%. Amma bunun cavabı deyil. Sizdən soruşulan odur ki, yenə bu sualı diqqətlə oxuyuram. Suyun çirklənməsindən törənən ölümlərin faizi nə qədərdir? Yəni sudan, sırf sudan, suyun çirklənməsindən belə deyək də, baş verən ölümün faizi verilməyib. 80% ümumiyyətlə infeksiyon xəstəliklərin faizidir, suyun törətdiyi. 40%-dəki üçünün bir yerdə faizidir. Su, torpaq və havanın çirklənməsindən ölənlərin. Bax, fikir verin. Su, hava, torpaq. Üçü bir yerdədir. Bunlar 40% ölmə gətirib çıxardır. Totalda 40% üçün aid. Amma suyu mənə vermir. Sonra uşaqlar, digər məsələ. 4-ün cavabı hardadır? Kim bu ucuz, unexpensive məhsulları istifadə edir də, Çində falan istehsal olunan? Onları istifadə edən kimlər idi? Hansı consumerlar, istehlakçılar idi? Şimali Amerika idi, bir də ki, Avropalılar idi də, baxın. Budur bunun cavabı. Consumer sözü istehlakçı deməkdir. Yəni, istifadə eləyən. Unexpensive. Yəni, bu ucuz məhsulları, ucuz deyəndə uşaqlar, söhbət indi ağlınız şey getməsin. Birdən deyirsiniz ki, Şimali Amerikalının nə işi var keyfiyyətsiz məhsulun. Məsələ ondan gedir ki, bunların indi coğrafiya oxuyanlar bilir də, coğrafiya ixtisası olanlar. Bunların şeyi budur, nə deyirlər, strategiyası. Ümumiyyətlə, inkişafda olan ölkələrin ərazisində çirkli sənaye obyektlərini, nə bilim, istehsal obyektlərini yerləşdirirlər. Məhsul orada istehsal olunur. Məsələn, Çinin nə qədər əhalisi var, gedir, işləyir, pul qazanır. Oradan da məhsulu, ucuz işçi qüvvəsi var deyə, ucuz qiymətə də öz ölkələrinə gətirirlər. Belə. Söhbət o ucuz məhsuldan gedir. Yəni, ağlınıza gəlməsin ki, keyfiyyətsiz, nə bilim, belə də o mənada yox. Yəni uzun sözün qısası, bu məhsulu istifadə edən kimlərdir? Şimali Amerika və Avropa istehlakçıları. 4-ün də cavabı budur, uşaqlar. Birdə də nə deyir orada? Birdə də deyir ki, çox getdimi? Birdə də deyir ki, niyə görə xərçəng xəstəliyinə gətirib çıxardır? Indoor air pollution. Çünki qapalı şeydə qalırsan da, mühitdə qalırsan, səhv eləmirəmsə belə yazmış. Ona görə. Sonra dostlar. Baxın, yenə. What time-dan sonra hansı zaman gəlməz? İndiki bitmiş.
D yazmışdın. Bir daha yoksa. Yəni, etdim, D düzdür, ona görə D qaldı. Bax, A variantını uşaqlar, yenə deyirəm, block time-dan sonra indiki bitmiş zaman gəlməz. Özüm sualları belə təkər-təkər qoyuram ki, məsələn, bu bir qaydanı bir neçə dəfə görün, yadda saxlayın. B variantı, hadn't to, danışdıq ki, have to, has to, had to. Bu üçü modal feildir. Bu modalların sualı inkarı don't, doesn't, didn't-la verilir. Özünə inkar qoşa bilmərəm. C niyə görə səhvdir? Bayaq da dedik, bu nəqli cümlədir. Niyə görə bax C-də suala çeviriblər bunu? Was-u nə eləyiblər? İtdən qabağa atıblar da, baxın, köməkçi feil. Mübtəda, deməli, to, bu presit, yəni xəbər gəlir. Niyə görə belə veriblər? Yəni sualı niyə çevirsinlər? Düzgün versiyada it wasn't yazardım da. C ona görə yanlışdır. Y-də problem nədir? Uşaqlar zaman uzlaşmır. İdi keçmiş zamandadır. Bəs have hansı zamandadır? İndiki. Elə deyil. Doğru cavabımız qalır dərhəm. 11. 11 hə yuxarıdadır. Uşaq kompüterində onu deyirsən. Dostlar, 11-i xahiş edirəm, deyirəm yazın. Bunu da demişdim. İndi bilmirəm, aranızda bəlkə yeni qatılanlar olar dərsə, o heç. Amma bunları bir neçə dərs əvvəl sizə demişdim, yazmışdım. Dialoq suallarda təsdiqə təsdiq, inkara inkar olmalıdır. Bax, qeyd edirəm. Dialoq suallar görürəmsə, təsdiqə təsdiq sual verirəm, inkara inkar sual vermək lazım. Dialoq sual olduğunu deyərsən, müəllim, hardan bilin bu dialoq sualdır? Alt-altadır, tire ilə ayrılıb, görə bilirsən. Və eyni zamanda görsən suallardır bunlar. Ona görə buna dialoq sual deyirlər. Və dialoq sualın qaydası nə oldu? Təsdiqə təsdiq, inkara inkar. Okey, bunu bildim. Bu təsdiqdədir cümlə. Ən başda çıxacağım C variantıdır. Çünki mənə təsdiq cavabları lazım. Digər məsələdir uşaqlar. Bax, indi sizə bir söz deyim də, bunun zamanını mən müəyyənləşdirməliyəm də, elə deyil. Bir də D-ni çıxardım, çünki cümlədə was yoxdur. Yəni, was-u o vaxt yazın ki, was verb cümlədə olsun. Yəni, yoxdursa cümlədə onu heç vaxt yaza bilməzsiniz. Qalırsan A, B, Y arasında. İndi uşaqlar, bir belə şey deyim sizə, Tom təkdədir. Bu, indiki zamanda olsaydı, readin sonuna qoşmaq lazım idi. S. Elə deyil. Yəni, əgər Tom təkdə veriblərsə və mən bunu indiki zaman götürmək istəyirəmsə, bu feil S qəbul eləyər də, hər şey qoyuram kənara. S qəbul eləmirsə, demək keçmiş zamandadır. Avtomatik A da getdi, B də getdi, qalır Y variantı. Yox. Hə, o da olar, hə, düzdür. V-nin keçmiş. Dedim, bildiyirsən. Sonra, dostlar. 13-də birinci uzlaşma eləyirəm. A variantı, hər halda baxmısınız da, had keçmişdir, will gələcək uzlaşmadır. C-də recognize indiki zamandır, was keçmiş uzlaşmadır. D-də də were keçmişdir, has been indikidir, uzlaşmadır. Qalıram B ilə Y arasında, o yenə də Kərəm burada ağlamaq tutur. Niyə görə? İkisi də uzlaşır uşaqlar. Amma məsələ nədir? Yadınızda saxlayın. Recognize kimi bəzi feillər var, onları davam etdiyi zamanda verə bilmirsən. Deməli, recognize kimi bəzi feillər var ki, onları sən davam etdiyi zamanda verə bilməzsən. Hissi qavrayış feillər deyirlər bunlara. Recognize nə deməkdir? Mənasını kim deyər mənə? Tanımaq, bilmək, başa düşmək. Məsələn, uşaqlar, recognize-dır, know-dur. Bu Azərbaycanda qalır. Sən know-dur, understand-dir, love ola bilər, like ola bilər, enjoy ola bilər və s. Zamanlarla bağlı bir PDF atarım sizə uşaqlar dərsdən sonra. Orada bu feillər var. Bu hissi qavrayış feillər davam etdiyi zamanda olmur. Yəni, bir şeyi ya tanıyarsan, ya da tanımazsan da, bu aramda necə qala bilərsən tanımaqdaydım,
Ya başa düşərsən, ya başa düşməzsən. Nəyinsə başa düşməkdəydim deyə bilməzsən. Ya sevərsən, ya sevməzsən. Yəni ikisindən biridir. Aydındır. Ona görə bunları davam etdiyi zamanda verməyin. Yəni bunlar ING ilə verilmir. O baxımdan yeni də çıxdım. Çünki bu keçmiş bitmişin davam edicisidir. Past perfect continuous'dur. Doğru cavabın qalır nə? B variantı. Yox uşaqlar. Ona görə olmaz. Niyə görə? Çünki o bağlayıcıların arasında gördünüz, mən because yazmırdım. Çünki because şey yaratmır. Tabeli mürəkkəb cümlə yaratmır. Məsələn, bizə lazımdır when, while, before, after, as soon as, till, until, by the time, seen. Bax, bu kimi bağlayıcılar. Because'dur, anddir, but'dır. Bunlar uşaqlar tabesi bağlayıcılar adlanır. Və onda yəni belə deyək də, fərqi yoxdur. Because-dan sonra bitmiş də gələr. Bax, görsən gəlib padlock. Görə bilirsən. Məsələn, onda gəlir beyin də atardı. Sonra başqa. Uşaqlar, 14 də hər halda bildiniz də. Baxın, hasn't to olmaz. O dönə-dönə qabağımıza çıxır. 3-də də V-dən sonra indiki bitmiş zaman gəlməz. 1, 4. Adı sual cümləsidir, amma qayda biri modala gedib, biri də ki, bitmiş zamandan V-nin işlənməsi. Dildə də qəbulda da belə uşaqlar. Sual cümləsi yazır, 2-3 dənə mövzunu bir-birini inteqrə eləyir. Suallar azalıb deyə, e, yəni o baxımdan hər tərəfli baxmağa çalışır. Diqqətli olun. 15. Uşaqlar, bu sözün mənasını kim deyər? Kim tapıb ya da bilir əvvəldən? Deviz deməkdir. Şuar, deviz, bəli. Deyir, biz leksiyamızı, mühazirəmizi belə bir şuarla bitirdik. Görə necə bitirərlər? Heç vaxt never. Dünyanın gələcəyini düşünmə. Bu səhvdir. Düz gəlmədi məntiqi baxımdan. Sonra 4-də də deyir ki, heç vaxt qlobal, heç vaxt sözü burdadır ya. Dərs müəllim variantda yoxdur. Nevəni mən buradan görürəm. Cümlənin əvvəlində. Heç vaxt qlobal problemlər haqqında narahat olma. Niyə narahat olmayaq? Dünyada yaşayırıqsa, dünyanı düşünməliyikdə, həm də ki, narahat olmalıyıq bu haqda. Ona görə uşaqlar, qalır 2-3 doğru cavab. Günahsız insanları cəzalandırma heç vaxt. Bir də ətraf mühiti çirkləndirmə. Kamu spotu kimdir? Testlər. Sosial şey də verirəm. Nə deyirlər ona? Mesajlarda. Sonra növbəti. Uşaqlar, 16-da birinci səhvimiz haradır? Bunu çıxa bilmişsiniz 2-ni. Ənadır da, hazır deyil uşaqlar. Uşaqlar, adır deyil axı, bu ənadırdır. Və mən sizə nə yazdım bayaq? Və bura nə yazılıb? Adır. Və görürsünüz, mor. Bura yazılan nədir? Ənadır. Olmaz. Bir də əlavə olaraq, unless də xatırlayıram, desən demişdim. Unless-də, uşaqlar, unless özü zaten inkardır. İkinci inkar istəmir. İkinci inkar istəmir. Unless sözü zaten inkardır. Əgər olmasa deməkdir mənası. İkinci inkar vermə unless-lə. Baxın. Bax, söhbət unless-də bura qədərdir. Vergül görə bilir hamı. Bax, bu vergülə qədər unless-in öz inkarı kifayətdir bura. Yəni, bura don't yaza bilməzsən. Hə, don't olmasaydı düz olardımı? Okey, düz idi. Daha gəlib bura baxmaya, demək ki, müəllim, burada inkar da var. Bu ayrı cümlədir. Görsən, vergüllə ayrılıb öz inkarı var. O getdi öz işinə. Mənə lazım olan bu hissədir. Vergülə qədər olan hissə, hansı ki, orada mən nə eləməliyəm? Bir inkar görməliyəm. Nəqz aydındır bu sənə, bildin? Hə.
Deməli dostlar 17. Bunlar ifadələrdir. Bilmirəm, qrupa baxmısınız, mən bunları göndərmişəm sizə. Gördünüz. Baxın, bu ifadələri öyrənin. Axırıncı dəfə 2020-də düşüb qəbula. Amma düşə bilər də sözlə bağlı testlərdir. Do an experiment vermək lazımdır. Make progress olmalıdır. Bir də make a noise olmalıdır. Demək, doğru cavab olur 3, 4, 5. Do a favor, yaxşılıq eləmək. Make a mistake, səhv etmək. Make a speech-də uşaqlar danışmaq, nitq söyləmək anlamında istifadə oluna bilər. 3, 4, 5. Sonra deməli 18-də bir dənə sözlər soruşum sizdən. Bax, incredible nə deməkdir? Kim deyər? İnanılmaz. Demək, hansına uyğun gedir? 1-ə. Elə deyil, inanılması belə impossible olan. Various nə dostlar? Əla. Gedir o, different, various düzdür. Innocent nədir bəs? Günahsız, bayaq da gördük. Oldu. Not guilty. Guilty də günahkardır. Qabağına not qoydum, oldu. İnkar da. Uşaqlar, gəlirəm bura. 19-a. Keen on olmalıdır. Bax, yadda saxlayın. Keen on. Nəyəsə belə nə deyirlər ona? İstəkli olmaq. Deyir ki, o futbol oynamağa istəmirdi, xoşlamırdı. Sonra scared nə ilə vermək olar? Scared nə ilə gedər? Scared of. Afraid of-dan yadda saxlayın. Qorxmaq. Scared of, afraid of. Uşaqlar, crazy mad. İkisi də çılğın deməkdir. Elə deyil. Crazy mad. Bunları da about-la verəcəksiniz. Crazy about, mad about. Mənası nə deməkdir? Bir şeydən sarı doğru bildirim. Biri o, məsələn, filan şeydən sarı dəli olur. Yaxşı mənada, yəni çox istəyir. Bir, məsələn, maşınlardan sarı ölür. O deyilir, və yaxud da şokoladdan sarı ölür. Yəni onu xoşlamaq mənası. Mad about, crazy about o anlamda. Attribute da ki, bunların heç birindən getməz. Bu da boş olmalıdır, boşluq. Sözümsüz versiya. Aydındır.